Salam, hər vaxtınız xeyir olsun. Bugün aprel ayının 1-i, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Odur ki, sona qədər bizi izləyin ki, xəbərlərdən xəbərdar olasınız. Keçid alaq xəbərlərimizə. Şimali Kipr Türk Cumhuriyyətinin baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirinin müavini Samir Şərifov, Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar. Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Ömraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsel İsmailzadə və digər rəsmi şəxslər qarşılayıblar. Bugün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək. Yük 5 vaqon təşkil edir. Qatar Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Dəmir Yol Stansiyasından yola düşəcək. 31 Mart soyqırımının 108-ci il dönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiörən Bələdiyyəsi həmrəlik və başsağlığı əlaməti olaraq üçrəngli Azərbaycan bayrağını Cumhuriyyət qülləsinə proyeksiya edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov X sosial media hesabında məlumat yayıb. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Həmasın siyasi bürosunun üzvü Xəlil Əlhəyyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirilib ki, görüş Ankarada baş tutub. Qeyd edək ki, martın 23-də Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da İstanbulda Həmas siyasi bürosunun üzvləri ilə görüşüb. Görüşdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi İncirlik bazası ilə bağlı iddiaları təkzib edib. Bəzi sosial media hesablarında yer alan ABŞ-yə məxsus B-1B Lancer bombardmançı təyyarələrinin İncirlik hava bazasına eniş və uçuş etməyə davam etdiyi ilə bağlı iddialar dezinformasiyadır. Bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb. Paylaşılan görüntü və videolar köhnə olub, planlaşdırılmış rutin təlim fəaliyyətlərinə aiddir. Aktual deyil, mövcud regional münaqişələrlə də heç bir əlaqəsi yoxdur deyə məlumatda bildirilir. Qeyd olunub ki, köhnə görüntülərin yeni kimi təqdim edilməsi Türkiyənin bölgədəki sülh-yönümlü mövqeyini zədələməyə və ölkənin mövcud münaqişələrin bir hissəsi kimi göstərməyə yönələn addımdır. Vətəndaşlarımızın səlahiyyətli rəsmi orqanlar xaricindəki mənbəyi naməlum iddialara və təxribat məqsədi daşıyan manipulyativ məzmunlara etibar etməmələri önəmlə xahiş olunur. ABŞ prezidenti Donald Trump İranla münaqişə başa çatdıqdan sonra Hörmüz boğazının avtomatik açıla biləcəyini bildirib. O, bu barədə The New York Post-da müsahibəsində deyib. Trump qeyd edib ki, onun fikrincə İranla müharibə başa çatmaq üzrədir. ABŞ isə hərbi obyektlərə zərbələr endirməyi davam etdirir. Onun sözlərinə görə Vaşinqton İranın qalan hücum imkanları zərərsizləşdirilənə qədər fəaliyyətini davam etdirəcək. Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edən Trump bildirib ki, İran onu artıq 31 gündür ki, bağlı saxlayır və bu dünyada enerji daşıyıcılarının qiymətlərinin artmasına gətirib çıxarıb. O əlavə edib ki, onun açılması məsələsi münaqişə bitdikdən sonra avtomatik olaraq həll ediləcək. Düşünürəm ki, o avtomatik açılacaq. Lakin mənim mövqeyim belədir. Mən ölkəni məhv etdim. Onların gücü qalmayıb və qoy bu boğazdan istifadə edən ölkələr özləri gedib onu açsınlar.
Çünki güman edirəm ki, neftə nəzarət edən kəs boğazı açmaqda daha çox maraqlı olacaq deyə o bildirib. ABŞ prezidenti Trump xalqa müraciəti zamanı İranda quru əməliyyatı elan edilə bilər. Bunu ABŞ ordusunun təqaüdçü polkovnik leytenantı Daniel Davis sosial media hesablarında bildirib. O, Amerika liderinin ziddiyyətli açıqlamalarına diqqət çəkib. Mən müttəfiqlər, həm də düşmənlər öz fərziyyələrinə əsaslanaraq təxmin etməyə və hərəkət etməyə məcburdular ki, bu da bizim üçün pis nəticələnə bilər. Daha əvvəl Ağ Evin mətbuat katibi Caroline Levitt Trumpın Amerika xalqına 1 apreldə müraciətini açıqlamışdı. ABŞ və İsrailin İranla apardığı müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq. Bunu İran prezidenti Məsud Pezeşkiyan Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa ilə telefon danışığı zamanı deyib. Bu müharibəyə hər hansı bəhanə ilə hər cür müdaxilə təhlükəli nəticələrə səbəb olacaq deyə o bildirib və əlavə edib ki, Avropa İttifaqının ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur və insan haqları iddialarına ziddir. Avropa ölkələri İrana qarşı pozucu yanaşma əvəzinə öz siyasətlərini beynəlxalq hüquq əsasında tənzimləsinlər. Martın 31-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa İran prezidenti Məsud Pezeşkiyanla telefon danışığı zamanı yaxın şərqdəki təhlükəli vəziyyət fonunda gərginliyin azaldılmasına və təmkinli olmağa çağırış edib. Bu barədə Costa öz sosial şəbəkə hesablarında yazıb. Yaxın şərqdəki hazırki vəziyyət son dərəcə təhlükəlidir. Bugün prezident Pezeşkiyanla telefon danışığında həm təkidlə gərginliyin azaldılmasına və təmkinli olmağa, mülki əhalinin və infrastrukturun qorunmasına, eləcə də bütün tərəflərin beynəlxalq hüquqa tam riayət etməsinə çağırış etdi. Günahsız insanların həlak olunması dərin təəssüf hissi doğurur deyə Costa bildirib. Vəziyyətin gərginliyinin azaldılması üçün Avropa İttifaqı Şurasının prezidenti İranı region ölkələrinə qarşı yol verilməz hücumları dayandırmağa və xüsusən də Hörmüz boğazında gəmiçiliyin azadlığını təmin etmək üçün BMT çərçivəsində diplomatik səylərdə fəal iştirak etməyə çağırıb. İran prezidenti Məsud Pezeşkiyan və Xarici İşlər naziri Abbas Əraqçı Tehranın mərkəzi meydanlarından birində təşkil olunan mitinqdə iştirak ediblər. Bu barədə məlumatı Tasnim agentliyi yayıb. Agentliyin bildirdiyinə görə dövlət rəsmiləri paytaxtın mərkəzində keçirilən aksiyaya ölkənin əsas dövlət bayramlarından biri, aprelin 1-də qeyd olunan Respublika günü ərəfəsində qatılıblar. Məhz 1979-cu ilin bu günündə İranda dövlətin gələcək quruluşu ilə bağlı ümumxalq səsverməsi keçirilib. Həmin vaxt əhalinin 98%-dən çoxu İslam Respublikasının yaradılmasının lehinə səs verib. Bu arada Pezeşkiyan açıqlamasından sonra qiymətlər də dəyişib. İran prezidentinin ölkəsinə qarşı təcavüzün təkrarlanmayacağına dair zəmanət alması şərti ilə hərbi əməliyyatlara son qoymağa hazır olduğunu elan etməsindən sonra neftin qiyməti 5% düşüb. Bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, İrandakı münaqişənin mümkün sona çatması ilə bağlı artan spekulyasiyalar səbəbindən Brent markalı xam neftin qiyməti 1 barel üçün $104, light markalı xam neftin qiyməti isə 1 barel üçün $102 aşağı düşüb. Qeyd edək ki, bir müddət əvvəl İran prezidenti hərbi əməliyyatlara son qoymağa hazır olduğunu bildirib. Lakin ABŞ və İsraildən ölkəyə gələcək hücumların olmayacağına dair qəti vədlər tələb edib.
Ümumdünya Səhiyyə Təşkilatının Tehrandakı ofisinə İran paytaxtına edilən hücumlar nəticəsində zərər dəyib. Bu barədə üstün baş direktoru Tedros Adhanom Ghebreyesus X sosial şəbəkəsində məlumat paylaşıb. Son 2 gecə ərzində üstünün Tehrandakı ofisinin ərazisinə zərbələr indirilib və nəticədə pəncərələr sınıb. Xoşbəxtlikdən Ümumdünya Səhiyyə Təşkilatının İrandakı ofisinin bütün əməkdaşları təhlükəsizdir və heç kim xəsarət almayıb, deyə paylaşımda qeyd olunub. Ghebreyesus bu cür zərbələrin yol verilməz olduğunu vurğulayıb. Ümumdünya Səhiyyə Təşkilatı və digər BMT agentliklərinin binalarının harda yerləşdiyinin hər kəsə məlum olduğunu nəzərə alaraq hücumların nəyin bahasına olursa olsun onların qarşısının alınmalı olduğunu qeyd edib. ABŞ İranın paytaxtı Tehranda özünün keçmiş diplomatik nümayəndəliyinin binasına da zərbə endirib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, təkcə ABŞ-nin keçmiş diplomatik missiyasının binası deyil, həm də onun yaxınlığında yerləşən kommersiya obyektləri zədələnib. Hazırki məqamda endirilən zərbə zamanı xəsarət alanlar barədə hər hansı bir məlumat hələ ki daxil olmayıb. İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı Əl Cəzirəyə müsahibəsində deyib. Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük, deyə o bildirib. Əraqçı qeyd edib ki, İran atəşkəsi qəbul etməyəcək. Yalnız müharibənin sonunu, yəni fasiləni deyil, bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcək. İrana qarşı sanksiyalar və əczaçılıq zavodlarına hücumlar İranlıları həyat əhəmiyyətli dərmanlardan məhrum edir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai X sosial media hesabında etdiyi paylaşımda bildirib. Əczaçılıq zavodlarına hücumlar onların cinayətkar sanksiyalarının daha bir aspektidir. O sanksiyalar uzun müddətdir İranlıları həyatı vacib dərmanlardan məhrum edir, deyə Bəqai bildirib. Qeyd edək ki, Avropa İttifaqı Şurası martın 30-da İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 13 aprel 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib. İran prezidenti Məsud Pezeşkiyan Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa ilə telefon danışığı zamanı deyib ki, müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq. İran ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşən Əl-Xərc bazasına dron və raketlərlə hücum edib. Bu barədə Sepahın Ailə Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi X sosial şəbəkəsində yazıb. Bugün Amerikanın Səudiyyə Ərəbistanının Əl-Xərc bölgəsindəki pilotlarının və uçuş heyətinin yaşayış yerinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdik. 200 nəfərlik toplaşma nöqtəsini vurduq, deyə o qeyd edib. ABŞ USS George Bush'un rəhbərliyi etdiyi 3-cü aviadaşıyıcı zərbə qrupunu yaxın şərqə yönləndirir. Bu barədə The Wall Street Journal qəzeti rəsmi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, aviadaşıyıcı çərşənbə axşamı Virginia ştatındakı Norfolk hərbi dəniz bazasından yola düşüb və artıq regionda olan Ərəbistan dənizindən fəaliyyət göstərən USS Abraham Lincoln zərbə qrupuna və Xorvatiya limanında təmirdə olan USS Gerald Ford'a qoşulacaq. Qüvvələrin yerdəyişməsi ABŞ prezidenti Donald Trump'ın İrana qarşı gələcək hərbi əməliyyat variantlarını nəzərdən keçirməsi fonunda baş verir. Ötən həftə sonu göyərtəsində dəniz piyadalarının ekspedisiya bölməsi olan desant gəmiləri yaxın şərq sularına daxil olub.
ABŞ-də F-35 qırıcısı ABŞ-nin Nevada ştatındakı təlim poligonunda qəzaya uğrayıb. The War Zone nəşrinə istinadən xəbər verilib. Pilot katapult edib o yüngül xəsarətlər alıb. Portalın qeyd etdiyinə görə təyyarənin göyərtəsindən idarə etmə ilə bağlı problemlər haqqında məlumat daxil olub. Aviasiya hadisəsinin digər təfərrüatları paylaşılmayıb. Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatı yaxın 2-3 həftə ərzində başa çatdırmaq niyyətindədir. Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Hesab edirəm ki, biz bunu 2-3 həftə ərzində başa çatdıracağıq. Çünki davam etmək üçün heç bir əsasımız yoxdur. O qeyd edib ki, Tehranın Vaşinqtonla sövdələşməyə gedib-getməməsindən asılı olmayaraq əməliyyat başa çatdırılacaq. Sövdələşmə bağlayıb bağlamamamızdan asılı olmayaraq biz onların uzun müddətə daş dövrünə geri atıldıqlarını və nüvə silahı əldə etmək imkanlarının olmadığını anladığımız zaman bitirəcəyik deyə ABŞ prezidenti vurğulayıb. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Mövsuni Ejeyi İranın paytaxtı Tehrana endirilən aviazərbə ilə öldürülüb. Bu barədə Al-Hadad telekanalı məlumat yayıb. Mənbələrin məlumatına görə İranın məhkəmə hakimiyyətinin rəhbərinin Tehranda həlak olması barədə məlumatlar daxil olub. Hazırda İran rəhbərliyinin rəsmi nümayəndələri bu məlumatla bağlı hər hansı bəyanatla çıxış etməyiblər. İrana qarşı hərbi əməliyyat başlayandan bəri ABŞ ordusunun 348 hərbi qulluqçusu yaralanıb. Bu statistikanı ABC News telekanalı Pentagona istinadən açıqlayıb. Məlumata görə xəsarət alanlardan 315-i artıq xidməti vəzifələrinin icrasına qayıdıb. Ən azı 10 hərbi qulluqçu kritik vəziyyətdə qalmaqda davam edir. Statistika göstərir ki, orta hesabla hər gün 11 Amerikalı yaralanır. Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının rəhbəri General Dan Cain bildirmişdi ki, Amerikalı hərbiçilər arasında yaralanmaların böyük əksəriyyətinə İranın pilotsuz uçuş aparatlarının zərbələri səbəb olub. Rəsmi məlumatlara görə döyüş qarşıdurması zamanı Birləşmiş Ştatların 13 hərbi qulluqçusu həlak olub. İran Fars körfəzi ölkələrindəki Starlink-Payk internet rabitəsi stansiyalarını özünün qanuni hədəfləri hesab edir. Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb. Məlumata görə İslam Respublikası, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində yerləşən stansiyalara hücum etməyi planlaşdırdığını açıqlayıb. Qətər sahilləri yaxınlığında Fars körfəzi akvatoriyasında tanker naməlum mərmi ilə vurulub. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi X sosial şəbəkəsində məlumat yayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzində Qətərin paytaxtı Dohadan 17 dəniz mili şimalda baş vermiş insident barədə məlumat daxil olub. Təhlükəsizlik zabitinin məlumatına görə tanker sol bortundan naməlum mərmi ilə vurulub. Bu da gəminin gövdəsinin zədələnməsinə səbəb olub deyə paylaşımda bildirilib. Vurğulanıb ki, gəminin heyət üzvləri xəsarət almayıblar və təhlükəsizdirlər. Baş vermiş insident nəticəsində ekoloji zərər qeydə alınmayıb. Argentina hakimiyyəti İran İslam İnqilabı Keşişçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsi barədə qərar qəbul edib. Müvafiq məlumatı Argentina prezidenti Javier Milei'nin administrasiyası yayıb. Ölkə hökuməti Sepahın terror fəaliyyəti və onun maliyyələşdirilməsi ilə əlaqəli olan fiziki və hüquqi şəxslərin ictimai reyestrinə daxil edilməsi barədə qərar qəbul edib. Bu qərar Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Kəşfiyyat Nazirliyinin birgə səyləri ilə hazırlanıb və Argentina ərazisində terror aktlarının törədilməsi də daxil olmaqla transmilli miqyaslı qanunsuz fəaliyyəti sübut edən rəsmi məlumatlara əsaslanır deyə
bəyanatda bildirilib. Sənəddə vurğulanıb ki, Sepahın Argentinada törədilmiş 2 terror hücumu 1992 və 1994-cü illərdəki partlayışlarla əlaqəli olduğu ehtimal edilir. İran tərəfi bu hadisələrlə bağlı İranlı diplomatlara və dövlət xadimlərinə qarşı irəli sürülən bütün ittihamları dəfələrlə təqzib edib. Qeyd edək ki, 17 mart 1992-ci ildə Argentinanın paytaxtında içərisində kamikatsi olan və partlayıcı maddə ilə doldurulmuş pikap İsrail səfirliyinin fasadına çırpılıb. Güclü partlayış İsrailin diplomatik missiyasının binasını, yaxınlıqdakı katolik kilsəsini və qonşuluqdakı məktəb binasını məhv edib. Hücum nəticəsində 4-ü İsrail səfirliyinin əməkdaşı olmaqla 28 nəfər ölüb, daha 300-nə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 18 iyul 1994-cü ildə isə Argentinanın Yəhudi Mədəniyyət Mərkəzinin yaxınlığında 85 nəfərin həyatına son qoyan terror aktı törədilib. Birləşmiş Ərəb Əmirliyi Hörmüz boğazının açılmasında ABŞ-yə kömək etmək niyyətindədir. Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının blokadadan çıxarılmasında yardım göstərməyə hazır olduğunu bildirib. Bu da həmin ölkəni İrana qarşı hərbi əməliyyatlara birbaşa cəlb olunan ilk Fars körfəzi dövlətinə çevirəcək. Bu barədə The Wall Street Journal qəzeti yazıb. Nəşrin verdiyi məlumata görə Əbu Dabi bu cür hərəkətlərə hüquqi əsas verəcək qətnamənin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsinə çalışır. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliyinin diplomatik nümayəndələri gəmilərin Hörmüz boğazından maneəsiz keçidini təmin etmək məqsədi ilə koalisiya yaratmaq təklifi ilə Avropa və Asiya dövlətlərinə müraciət edirlər. Adı açıqlanmayan əmirlik rəsmisi bildirib ki, dövlət hazırda Əbu Dabinin bu münaqişədə iştirakının formatını və konkret yollarını ətraflı şəkildə işləyib hazırlayır. Qəzet qeyd edib ki, əmirliklərin bu qərarı ciddi risklərlə müşayiət olunur. İranla silahlı qarşıdurmaya cəlb olunma, yaxın şərqdə hazırki hərbi toqquşma başa çatdıqdan sonra belə yoxa çıxmayacaq uzun müddətli gərginliyə səbəb ola bilər. ABŞ dövlət katibi Marco Rubio İrana qarşı hərbi əməliyyatın uğurla irəlilədiyini bildirib. Bu barədə o Fox News-a müsahibəsində danışıb. Onun sözlərinə görə, qarşıya qoyulan tapşırıqlar vaxtında və ya nəzərdə tutulmuş plandan əvvəl yerinə yetirilir. Missiyanın başa çatması isə artıq uzaqda deyil. Bu, nə bugün, nə də sabah olacaq. Lakin bu mütləq baş verəcək. Rubio əməliyyatın sonu ilə bağlı suala cavab verərkən belə deyib. Amerika Xarici Siyasət İdarəsinin rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar İranın hərbi dəniz və hərbi hava qüvvələrini əhəmiyyətli dərəcədə məhv edib. Bundan əlavə, onun qiymətləndirilməsinə görə əməliyyat raket komplekslərinin əhəmiyyətli hissəsinin, eləcə də ölkə ərazisindəki raket silahları və pilotsuz uçuş aparatları istehsal edən müəssisələrin ləğvi mərhələsindədir. Biz silahlı qüvvələrimizin bu missiyanın qarşıya qoyulmuş bütün məqsədlərinə çatacağı həddə yaxınlaşırıq və onlar bunun öhdəsindən müstəsna səmərəliklə gəlirlər deyə Dövlət Departamentinin rəhbəri qeyd edib. Rubio həmçinin müəyyən mərhələdə İran rəhbərliyinin nümayəndələri ilə birbaşa danışıqların aparılmasının mümkünlüyünü də istisna etməyib. İsrail hərbi hava qüvvələri İrana qarşı Şir nərəsi adlandırılan hərbi əməliyyat çərçivəsində 800-dən çox döyüş uçuşu həyata keçirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. İndiyədək İsrail hərbi hava qüvvələri 800-dən çox döyüş uçuşu həyata keçirib. Ordunun mətbuat xidmətindən belə bildirilib. Məlumata görə döyüş əməliyyatları ərzində müxtəlif növ 16 minə yaxın döyüş sursatından istifadə olunur. İsrail Müdafiə Qüvvələri BMT-nin Livandakı müvəqqəti qüvvələrinin sülhməramlıq kontingentinin nümayəndələrinin həlak olduğu
insidentə aidiyyatı olmadığını bəyan edib. Bu barədə hərbi idarənin mətbuat xidmətinin bəyanatında bildirilir. Qeyd olunur ki, Livandakı müvəqqəti qüvvələrin Livanın cənubunda baş verənlərin detalları ilə bağlı daxili yoxlamaya başlayıb. Ötən gün orada partlayış səbəbindən BMT missiyasının bir qrup xidmətçisi xəsarət alıb. Qeyd olunub ki, hər tərəfli operativ tədqiqatın yekunlarına əsasən müəyyən edilib ki, İsrail Müdafiə Qüvvələrinin hərbiçiləri bu sektorda partlayıcı maddə yerləşdirməyib və insident zamanı həmin ərazidə olmayıblar. Hərbi rəhbərlik bölmələrinin yalnız Hizbullah hərəkatının üzvlərinə qarşı mübarizə apardığını xüsusilə vurğulayıb. Livan hərbiçiləri və ya ölkənin mülki əhalisi onların hədəfi deyil. Bununla yanaşı İsrail tərəfi sülh məramlara Livanın cənub hissəsində planlaşdırılan hücumlardan əvvəl dinc sakinlərin təxliyəsinin elan olunduğu aktiv döyüş ərazilərində olmamağı qətiyyətlə tövsiyə edib. Martın 29-unda isə endirilən zərbələr nəticəsində bir İndoneziyalı sülh məramlı həlak olub. Onun 3 həmkarı isə xəsarət alıb. Missiyanın daha 2 əməkdaşı martın 30-unda minanın işə düşməsi nəticəsində həyatını itirib. İsrail Müdafiə Nazirliyi Fransa ilə silah ticarətini dayandırdığını təsdiqləyib. Daha əvvəl bu məlumatı The Jerusalem Post nəşri yaymışdı. İsrail Parisin düşmən mövqeyini əsas gətirərək Fransa ilə müdafiə sahəsində ticarəti dayandırır deyə məqalədə qeyd olunub. Nəşrin məlumatına görə Müdafiə Naziri İsrail Katz və Nazirliyin baş direktoru Əmir Baram ticarətin dayandırılması barədə rəsmi göstəriş veriblər. Baş nazir Benyamin Netanyahu üçün prioritet olmasaydı, belə vacib qərar da qəbul edilə bilməzdi. Qəzet xatırladıb ki, Rusiyanın Ukraynaya tam miqyaslı müdaxiləsindən sonraki yeni təhdidlərə cavab olaraq Avropada İsrailin hava hücumundan müdafiə sistemlərinə və İsrail istehsalçılarının digər müdafiə sistemlərinə tələbat kəskin şəkildə artıb. Qeyd olunub ki, İsrail və Fransa arasında əsas fikir ayrılığı mövzulardan biri Parisin Qəzzadakı müharibəni mümkün qədər tez bitirmək istəyi olub. Bundan əlavə, Fransa 2025-ci ilin sentyabrında Fələstin dövlətini tanıyan ölkələr qrupuna başçılıq edib ki, bunu da Təl-Əvivdə müharibənin davam etdirilməsinə görə cəza kimi qiymətləndiriblər. Bundan başqa Fransanın Xarici İşlər naziri Jean-Noël Barrot bu günlərdə bildirib ki, Paris, ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarına qarşıdır. Hizbullah döyüşçüləri İsrail Müdafiə Qüvvələrinin mövqelərinə yuxarı, aşağı və qərbi Qalleydəki yaşayış məntəqəsinə 50-dən çox raket və pilotsuz uçuş aparatı buraxıb. Bu barədə hərəkatın Telegram kanalındakı bəyanatında belə deyilib. Müqavimət qüvvələri dinc əhalinin bombardman edilməsinə, insanların köçürülməsinə və evlərin sökülməsinə cavab olaraq Livanın və onun xalqının müdafiəsi üçün Xeybər-2 əməliyyatı başlandığını elan edir deyə məlumatda bildirilib. Qeyd olunub ki, Hizbullah dəstələri İsrailin şimal-şərqindəki hərbi bazaya, Hayfadan cənub-şərqə yerləşən hərbi obyektlərə hücum edib. Həmçinin bir sıra yaşayış məntəqələri də atəşə tutulub. Daha əvvəl İsrailin Müdafiə naziri İsrail Katz bildirib ki, Livanda əməliyyat başa çatdıqdan sonra sərhədyanı ərazilərdə Litani çayına qədər bufer zona yaradılacaq. Potensial təhlükələri aradan qaldırmaq üçün İsrail sərhəddinə bitişik kəndlərdəki evlər də söküləcək. Rusiya Müdafiə Nazirliyi An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfərin həlak olduğunu bildirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Axtarış xilasetmə qrupu tərəfindən An-26 təyyarəsinin qəzaya uğradığı yer də aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən 6 heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub. Agentlik Rusiya Müdafiə İdarəsinin bəyanatını təqdim edib.
Daha əvvəl məlum olmuşdu ki, martın 31-də Moskva vaxtı ilə təxminən saat 18:00-da, Bakı vaxtı ilə 19:00-da Rusiya tərəfindən ilhaq edilmiş Ukraynanın Krım ərazisi üzərində planlı uçuşun həyata keçirilməsi zamanı An-26 hərbi nəqliyyat hava gəmisi ilə əlaqə kəsilib. Interfaxın müsahibi dəqiqləşdirib ki, təyyarə qayaya çırpılıb. Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir. Almaniya, Böyük Britaniya, Moldova və daha 10 ölkə Rusiyanın Ukraynaya qarşı cinayətlərinin araşdırılması üzrə xüsusi tribunal haqqında genişləndirilmiş sazişə qoşulmağa hazır olduqlarını təsdiqləyiblər. Interfax Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Şurasının Kiyevdə keçirilən qeyri-rəsmi iclasından sonra bildirib. Bugün bizim konkret nəticələrimiz var. Xüsusən də xüsusi tribunal üzrə sazişə qoşulmağa dair yeni qərarlar. Bu cür hazırlığı daha 3 ölkə Almaniya, Böyük Britaniya və Moldovada rəsmi olaraq bəyan edir deyə nazir bildirib. O həmçinin xatırladıb ki, sazişin Avropa Şurası Nazirlər Komitəsinə təqdim edilməsi üçün 16 dövlətin qoşulması tələb olunur. Sibiqa tərəfdaşları bu sənədi dəstəkləməyə çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya tərəfi Ukrayna silahlı qüvvələrinin 2 ay ərzində Donbasdan çıxarılmasını təkid edir. Bu barədə Zelenski X sosial şəbəkəsində yayıb. Hazırda Rusiya bir daha ABŞ tərəfinə cəbhədəki məqsədlərinə çatmaq üçün yeni müddətlər səsləndirir. Mən təəccüblənirəm ki, buna necə inanmaq olar? Ruslar deyirlər ki, 2 ay ərzində Donbası ələ keçirəcəklər. Güya Ukraynanın çıxmaq üçün 2 ay vaxtı var və onda müharibə bitəcək. Amma əgər Ukrayna 2 ay ərzində çıxmasa, o zaman Rusiya Donbası ələ keçirəcək və daha sonra başqa şərtlər irəli sürəcək. Məntiqi sual yaranır. Əgər onların məqsədi yalnız Donbasdırsa, niyə daha irəli gedəcəklərini və sonra başqa şərtlərin olacağını deyirlər? Yəni, söhbət heç də yalnız Donbasdan getmir. Onların məqsədləri bizə aydındır deyə Zelenski bildirib. Onun sözlərinə görə Rusiya silahlı qüvvələri 2 ay ərzində heç nəyi ələ keçirə bilməyəcəklər və bunu çox yaxşı başa düşürlər. Onlar təzyiq göstərirlər. Bugün Rusiya ABŞ-yə təzyiq edir. Çünki aralıq seçkiləri yaxınlaşır. Ukrayna ümid edir ki, ABŞ, Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcək. Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verilən xəbərə görə bu barədə ölkə prezidenti Volodimir Zelenski bildirib. Ümid edirəm ki, ABŞ qətiyyətli qalacaq və Rusiyanı üçtərəfli görüşə qoşulmağa və sülh bağlamağa inandırmağa kömək edəcək. Mən bunu dünən demişdim və bugün də təkrar edirəm. Biz Pasxa bayramı günlərində atəşkəs təklif etdik. Ümid edirik ki, ABŞ bunu dəstəkləyəcək. Biz Rusiyadan cavab gözləyirik. Zelenski martın 30-unda bildirmişdi ki, Ukrayna ölkənin suverenliyinin qorunması şərti ilə müharibənin başa çatmasının, eləcə də atəşkəsin istənilən formatını xüsusən də Pasxa bayramı günlərində dəstəkləyir. Ukraynalılar bütün əziyyətlərinə görə Prezident Volodimir Zelenski və Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallası günahlandıracaqlar. Bu proqnozu Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç verib. Ukraynalılar nəhayət ki, bütün bunların onlar üçün nə qədər faciə olduğunu anladıqda sizi xatırlayacaqlar deyə o proqnozlaşdırılıb. Eyni zamanda Koşkoviçin sözlərinə görə istedad, zəka və güc çatışmazlığı, eləcə də həddindən artıq tənbəllik səbəbindən siyasətçilərin Ukrayna sakinlərinin ağrılarına görə şəxsi məsuliyyəti
bir qədər məhduddur, lakin onların töhfəsi yenə də qəbul ediləcək. Çeçenistan rəhbəri Ramzan Kadyrova sadiq hərbi bölmələr ABŞ və İsrailin İrana qarşı mümkün quru əməliyyatı həyata keçirməsi halında İran silahlı qüvvələrinə dəstək vermək üçün bu ölkəyə yerləşməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə İranın Press TV telekanalı məlumat yayıb. Qeyd olunur ki, Çeçen bölmələri hazırki ABŞ-İsrail-İran qarşıdurmasının dini müharibə və İslam dünyasını sabitsizləşdirməyə yönəlmiş təcavüzə qarşı müharibə kimi dəyərləndirirlər. Bildirilir ki, mümkün müdaxilə İranın suverenliyinin müdafiəsi üçün cihad, yəni xeyirlə şər arasında mübarizə kimi qəbul edilir. Press TV-nin açıqlamasına görə Çeçen hərbi birləşmələri ABŞ quru qoşunları hücum edəcəyi təqdirdə İran ərazisinə göndərilməyə və döyüş əməliyyatlarında iştirak etməyə hazır olduqlarını açıqlayıblar. Yerli xəbərlərlə davam edirik. Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. Məlumata görə taxta konstruksiyadan ibarət 2 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 40 kvadrat metr olan mənzil əşyaları ilə birlikdə yanaraq kül olub. Alov qısa müddətdə söndürülüb və binanın digər hissələri alovdan mühafizə edilib. Bina sakinləri və yanğın baş verən mənzillərin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Bugündən Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Tütün və tütün məmulatı haqqında qanuna dəyişikliklər də bu əksini tapıb. Qanuna əsasən elektron siqaret, qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən katrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar bir dəfəlik katriclərlə təkrar doldurula bilər. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Qızdırılan tütün məmulatı tütündən və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarətdir. Nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir. Son günlər aramsız yağan leysan yağışlar bölgələrdə fəsadsız ötüşməyib. Güclü yağış nəticəsində Dəmirçi-Lahıc avtomobil yolunun əsas zolağında torpaq sürüşməsi baş verib. Hazırda yol avtomobillərin hərəkəti üçün bağlanıb. Əraziyə xəbərdarlıq nişanları və xüsusi lentlər çəkilib. 9 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Fazil Qasımov bildirib ki, ərazidə vəziyyət nəzarətdə saxlanılır. Lakin aktiv sürüşmə səbəbindən hələlik bərpa işləri aparmaq mümkün deyil. Onun sözlərinə görə sürücü və sərnişinlərin təhlükəsizliyi nəzərə alınaraq yol qəzalı əraziyə çatmadan bağlanıb və alternativ marşrutlardan istifadə tövsiyə olunur. Qeyd olunub ki, yol sürüşmə zonasında yerləşdiyindən bəzi hissələrdə asfaltda örtükdə çatlar və dağılmalar müşahidə olunub. Son günlər müşahidə edilən intensiv yağışlar nəticəsində evləri və obyektləri də su bastı. Dəyən zərərlə bağlı məsuliyyət məsələləri yenidən gündəmə gəlib. Bəs belə olan halda sakinlərin evlərinin təmiri necə həyata keçirilməlidir? Hüquqşünas Arslan Mikailov bununla bağlı TNS TV-yə açıqlama verib. İndi həmin açıqlamanı izləyək.
Təəssüflər olsun ki, güclü yağan yağış nəticəsində bir çox vətəndaşların daşınmaz əmlaklarına maddi ziyan dəymişdi və sual doğurur ki, bu zaman vətəndaşlara dəymiş ziyan necə qarşılanmalıdır? Qeyd olunan məsələ ilə bağlı onu bildirməliyəm ki, mülki qanunvericiliyin tələblərinə əsasən, əgər həmin mülkiyyət icbari sığorta qaydasında sığortalanmışdırsa, həmin dəymiş ziyanın müəyyən məbləği sığorta edən şirkət tərəfindən qarşılanır. Amma həmin əmlakın əgər icbari sığortası yoxdursa, həmin əmlakla bağlı dəymiş ziyan mülkiyyətçinin özərinə düşür. Bakı şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1-ci sinifə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. Bu barədə Bakı şəhər Təhsil İdarəsi məlumat yayıb. Belə ki, məktəblərə şagird qəbulu sərbəst formada və ya üstünlük hüququ əsasında aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa özləri edəcəklər. Üstünlük hüququn çərçivəsində isə qeydiyyat olmalı, bacı və qardaş həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı, valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir. Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq edilən məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul aparılacaq. Gədəbəy rayonunda yol nəqliyyat hadisəsi baş verib. Şaqman markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlara tibbi yardım göstərilib. Xəsarət alanların vəziyyəti qənaət bəxşdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Zaqatalada da yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Gözbaraq kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Ramazan Mahmudovun idarə etdiyi Vaz 2107 markalı avtomobili ilə Əziz Kərimovun idarə etdiyi Vaz 2109 markalı avtomobillər toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Kərimov sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verilib. Digər sürücü isə xəsarət alıb. Hər iki yaralı Zaqatala rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 31 müraciət daxil olub. Qeyd olunur ki, müraciət edənlərdən 12-si dərman, biri siçan dərmanı, biri dəm qazı, ikisi fosfor üzvü birləşmələrdən, 3-ü şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olublar. Pasientlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Həmçinin bayram günlərində 11 gün qeyri-iş günündə Respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol nəqliyyat hadisəsi də baş verib. Qəzaların əksəriyyəti paytaxtda piyadaların vurulması ilə olan qəzalardır. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlar arası yollarda baş verib. Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb. Hadisə günorta saatlarında fərdi yaşayış evlərinin birində qeydə alınıb. İlkin məlumata görə partlayışa səbəb qaz sızması olub. Partlayış zamanı 2 nəfər ev sakini Vəfa və Qəmər Zeynalovalar
xəsarət alıblar. Yaralılar Şəki rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə tibbi müəssisənin təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 2 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hazırda onların müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. TikTok sosial şəbəkəsində söyüş söyən şəxsə əzab verməkdə təqsirləndirilənlərə hökm oxunub. Vətəndaşa əzab verməklə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işinin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun prosesdə təqsirləndirilənlərə son söz verilib. Aydın Qurbanov ona qarşı irəli sürülən narkotiklə bağlı ittihamla razılaşmadığını deyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. Müşavirədən sonra hökm elan edilərək Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il azadlıqdan məhrum ediliblər. Mingəçevir şəhərində evdən meyit tapılıb, hadisə şəhər ərazisindəki mənzillərdən birində qeydə alınıb. Şəhər sakini 1966-cı il təvəllüdlü İmran Bayramovun meyidi yaşadığı evdə aşkarlanıb. Müayinə zamanı meyidin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Məlumata görə Bayramov içki alüdətçisi olub və elə onun içkidən öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Sənədsiz evlərə qaz verilməsi məsələsi yenidən gündəmə gəlib. İllərlə müxtəlif səbəblərdən qeyri-rəsmi qeydiyyata düşməyən minlərlə yaşayış evi var ki, bugün onlar müəyyən kommunal xidmətlərdən birinə çıxarış əldə edə bilmirlər. Və halbuki bəzi hallarda qaz xətti də var ki, həmin qaz xətti onların evinin düz yanından keçir. Amma sənədləri olmadığı üçün həmin mənzillərə qaz çəkilməsi mümkün deyil. Bəs belə mənzillərə, yəni sənədi olmayan mənzillərə qazın çəkilməsi, onlara qazın verilməsi mümkündürmü? Bununla bağlı əmlak eksperti Elnur Azadovu eşidək. Bu kateqoriyaya aid daha bir vətəndaşlar zərər çəkmiş kimi hesab olunurlar günü bugünkü. Onlar bu qərarın verilməsindən qabaq, qanunların dəyişilməsindən qabaq artıq evlərin tikintisinə başlayıblar və tamamlanandan sonra artıq bu problemlə üzləşiblər. Burada haradasa qeyri-bərabərsizlik yaranır ki, artıq bir çox vətəndaşlar indiyənə kimi bundan istifadə ediblər, amma xeyli da şəxs var ki, artıq öz evini tikib qutarıbdır və kommunikasiya xəttlərinə qoşula bilmir. Burada həm qaz, həm su, həm işıq hamısından söhbət gedir. Və burada ədalətli yanaşmaq üçün mənim fikrimcə yerli icra hakimiyyətlərin rolu vacibdir. Rolları da ondan ibarətdir ki, gələcəkdə bilirik ki, qanunsuz evlərin legallaşması istiqamətində artıq işlər aparılır. Ölkədə 600 min, 700 min arasında fərdi evlər var ki, onların legallaşması önəmlidir və bu istiqamətdə iş aparılır. Lakin onların bir qismi ümumiyyətlə legallaşmaya uyğun olmayacaq və legallaşmayacaq. Söhbət ondan irəli gəlir ki, bəzi mühafizə zolağına düşən evlər, kommunikasiya xəttləri üzərində inşa olunan və digər sərt qanun pozuntusuna yol verilmiş hallarda o evlərin legallaşması mümkün olmayacaq. Mən misal üçün təklif edirəm ki, kommunikasiya xəttləri o evlərə verilə bilər ki, yerli icra hakimiyyətlərinin qərarı ilə və digər dövlət qurumlarının iştirakı ilə harada ki, bu kimi məhdudiyyət yoxdur. Yəni, həmin evlər mühafizə zolağına və digər qadağan olunmuş ərazilərə aid deyillər. Bəs ümumiyyətlə, yaxın vaxtlarda sənədsiz evlərə qaz çəkilməsi mümkün ola bilərmi? Bununla bağlı bizim suallarımızı Milli Məclisin üzvü Razi Nurullayev cavablandırıb eşidək. Bugün sənədsiz evlərə qaz çəkilməsi məsələsi artıq texniki yox, birbaşa insan həyatı məsələsidir. Qışın ortasında vətəndaşa sənədin yoxdur, gözlə demək nə realdır, nə də ədalətlidir. Bu evlərin çoxu dövlətin gözü qarşısında tikilib,
illərlə istifadə olunub. Bu gün isə qaz borusu evin yanından keçir, amma içəridə uşaq üşüyür, yaşlı insan soyuqdan əziyyət çəkir, evin qadını yeməyini bişirə bilmir, istilik yarada bilmir. Bu qəbul olunan vəziyyət deyil. Açıq deməliyik ki, məsuliyyət yalnız vətəndaşın üzərində deyil, illərlə nəzarətsizlik, bəzi hallarda isə göz yumulması bu problemi yaradıb. İndi isə bu yükü qısa müddətdə sadə insanların üzərinə qoymaq düzgün yanaşma deyil. Təklifim isə çox sadədir. Qaz təchizatı haqqında qanuna dəyişiklik edilməli, icra hakimiyyətinin qarşı qaz çəkilməsi üçün əsas sayılmalıdır. Eyni zamanda qaz olmayan ərazilərdə dövlət alternativ yanacaq təminatı təşkil etməlidir. İnsanları seçim qarşısında qoymaq olmaz. Ya don, ya da qanunu poz, istiliyin olmasın, qazın olmasın, yemək bişirə bilmə, odun da vermirəm, kömür də vermirəm. Bu nə sosial ədalətdir, nə də dövlətə yaraşan yanaşmadır. Bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə TNS TV-də hər gün xəbər saatlarını izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.